Salam, sizləri Unudulmuş Tarix Assur kanalında xoş gördük. Biz bugün bu səsini, m səsini, n səsini ifadə edən hərflərin yaranma məntiqi ilə, kökü ilə bağlı danışacağıq. Artıq dəfələrlə qeyd etdiyimiz kimi, dilçilərə görə bütün dünya əlifbalarının kökü Finik əlifbası ilə bağlıdır. Dilçilərə görə bu səsi Finikiya əlifbasında olan bet söz kökü ilə bağlıdır. Və bet sözü Finikiya dilində ev deməkdir. Və Finikiya dilində m səsi bu simvolla göstərilir və bu su mənası verən mum söz kökü ilə bağlı olduğu düşünülür. Və həmçinin n səsi Finikiya dilində bu simvolla göstərilir və nun, yəni balıq söz kökü ilə bağlı olduğu düşünülür. Və biz əgər Türk runik əlifbasına baxası olsaq, burada eyni ilə b səsinin bu simvolla və ya bu simvolla, bu damğa ilə göstərildiyini görürük. Yəni özət olaraq Türk dilində b damğası iki simvolla göstərilmişdir. Çox təəssüf ki, dilçilər Türk dilində olan bu damğanın harda, necə yarandığını bilmir və ya qeyd etmək istəmir. Biz əvvəlki bölümlərdə dəfələrlə qeyd etmişik ki, b səsi baza səs olmuşdur və b səsi daha sonra v, p, v səslərinə çevrilmişdir. Düşünə bilərsiniz ki, biz anidən niyə bu haqda danışırıq? Çünki günümüzdə ev mənası ifadə edən söz əslində Türk dilində ev olmuşdur. Bugün Oğuz türkçəsində ev deyilir. Əslində ilk türkçədə, ən qədim türkçədə bu ev olmuşdur. Və biz ev söz kökünü təhlil edərkən qeyd etdik ki, ev sözü sayti sağa keçən kökündən əbə, iki dəfə təkrarından bəbə və sayti sağa keçən kökündən ber, bel sözünü formalaşdırır. Biz ev sözünün ev olduğunu bilirik. Əbə sözünün əslində ön türkçədə, qədim türkçədə ana mənasını verdiyini qeyd etməliyik və biz həmçinin günümüz türkçənin bir çox dialektlərində əbə sözünün hələ də ana, nənə mənası verdiyini də qeyd etməliyik. Biz əgər Azərbaycanda İlisu bölgəsinə baxası olsaq, orada hələ də əbə sözünün işləndiyini görərik. Və həmçinin İç Anadoluya baxası olsaq, orada əbə sözünün ya nənə və ya mamaça mənasında işləndiyini hələ də görərik. Və bəbə sözünün əslində uşaq mənası verdiyini yəqin ki, bütün türk dilli xalqlar bilir. Çünki bütün türk dilli xalqlarda bəbə sözü var. Və bu bəbə sözü ingilis dilində babe olaraq işlənməkdədir. Bel sözü isə qədim türkçədə qardaş və ata mənasında işlənmişdir. Və günümüzdə geniş istifadə olunan bir frazada belimdən gəlmək sözü atalar tərəfindən, babalar tərəfindən olduqca çox işlənir. Həmin bu beldən gəlmək əslində həmin ev kökü ilə bağlıdır. Bütün bunları niyə deyirik? Yəni ki, ev sözü əslində Türk dil qanunu ilə bağlıdır. Dolayısıyla ev sözü, yəni ev sözü Türk dilinə aiddir. Lakin bu Türk dilindən digər xalqlara da keçmişdir. Eyni ilə Hami Sami xalqlarına da keçmişdir. Və yəni Finikiya dilində olan bet sözü Türk sözüdür. Bunun Hami Sami dilinə və ya Finikiya xalqına heç bir adiyyatı yoxdur. Təbii ki, Finiklərin Türk olub olmaması və ya türklərlə Samilərin qarışıq olub olmaması başqa bir bölümün mövzusudur. Və biz Türk dilində bu səsini ifadə edən iki damğanın olduğunu görərik. Birincisi bu formadadır. Bu əslində Türk dilində ev, yəni evi ifadə edən damğadır. Lakin ikinci damğa isə diqqət etdiyimiz kimi düz xətt və daha sonra yarım dairə formasındadır. Bu isə əbə sözünü ifadə edir. Yəni ananı ifadə edir. Niyə ananı? Çünki ana, əbə kimdir? Üzr istəyirəm, hamilə qalaraq dünyaya evlad gətirəcək olandır. Və təsadüfi deyil ki, həmin əbə sözündə b səsinin vılaşması ilə eva sözü yaranır.
Hansı ki, Hami Sami dillərinə, yəni Yahudi dilinə və ərəb dilinə Eva və Həvva olaraq da keçmişdir. Lakin ərəblər və Yahudilər Həvva sözünün, Eva sözünün dar mənada işlədir. Bu haqda biz əvvəlki bölümlərdə geniş danışmışıq. Və gəlin indi nəzər yetirək. Biz Latın əlifbasına baxdıqda böyük B-la kiçik B-nin bu formada olduğunu görürük. Kiril əlifbasına baxdıqda eyni ilə böyük B ilə kiçik B-nin bu formada olduğunu görürük. Və indi türk dilində olan 2 B damğasına baxaq. İndi məlum olurmu niyə böyük B ilə kiçik B biri-birindən fərqlənir? Və biz beləliklə əslində müəyyənləşdiririk ki, bu B səsləri Latın dilinə və Kiril əlifbasına Finik əlifbasından keçməyib, Türk runik əlifbasından keçib. Çünki Finik əlifbasında kiçik B-ni ifadə edəcək damğa yoxdur. Və biz beləliklə əslində müəyyənləşdirdik ki, Finikiya dilində olduğu düşünülən bet sözü, yəni ev sözü, ərəb dilində də beyt sözü əslində türk dilinə aiddir. Və həmçinin bu damğasını ifadə edən bu damğalar da türk dilinin məntiqi ilə yaranıb. Dolayısıyla türk runik əlifbasında olan bu səslərini ifadə edən bu damğalar elə türkün özü ilə bağlıdır.